Tələbəm Nizat bəylə biz şəhər daxil iç sürmə dərsimizə çıxmışıq. Nizat bəyin işlərindən dolayı bugün Süqanişli vaxtı çıxanmayıb. Biraz alatorandı. Normalda mən işlərə yola çıxanda bu saatda çıxartmıram. Dayan, stok hattın qarşıdan dayan. Bax dostum, biz düzdür, Meydançı ətrafında 5 dərs keçmişik səndən. Bugün 6-cı dərsimizə artıq yollara çıxdıq ilk dəfə. Meydançı ətrafı idi, gərginin azlanmışları idi. Bütün dönmə qaydalarını öyrəndik, manetma qaydalarını öyrəndik, parklanmanı öyrəndik, geri hərəkət öyrəndik, geriyə ziqzaq eləməyi öyrəndik. İndi isə yola çıxmışıq. Orada öyrəndiklərimizi burada tətbiq edirik. Bax 2 saniyə vaxtın qalıb. Gəl, biz sola dönəcəyik. Git. Gəl. Mailləndə sükanı. Bax, sola dönərkən istənilən zola düşə bilərsən. Çünki bax, bura bir tərəfli yoldur. Gördün mü? 5.5 nişan var sağında və bu zolağın hər bir gedişdir, gəliş yoxdur. Oldu mu? Yeni örtüyünə görə biraz sürətini azaldaq. Özün necə istəyirsən? Yaxşı, tam rahat. Hə, maşallah olsun. Yaxşı öyrənən tələbələrdənsən. Özüm də dedim ki, müəllim, mənim üçün problem yoxdur. Sabah bu vaxtıma qoy gəldim, gəl. İndi zaten biz gərginin azalmışları sürdük, orada da maşınlar gördük, orada da insanlar gördük. Amma bu qədər cür alana səni birdən-birə çıxartmadım. Orada hazırladım, çıxdıq bura, düzdürmü? İndi ona görə də rahat ol. Sən sürməyi bacarırsan. Biz öyrəndiklərimizi tətbiq edirik və inkişaf etdiririk özümüzü. Çətinliyin yoxdur? Yox, rahat. Əlası, sürətini azalt. Mən indi çəkiliş dayandıracağım, amma dərsimiz davam edir. Oldu mu? Bax, işıqların qırmızı işıqdır. Biz buradan sola dönəcəyik. Sol dönmə işığını yandır. Sənə yaşlı yananda qarşıdan gələnlər də yaşlı yanır. Qarşıdan gələnlər də yaşlı yanır. Biz sola dönərkən o sağa dönərsə, o öz yoluna düşə bilmirsə, bəzən yolun qırağında sağında saxlayırlar axı. O düşəcək ikinci yola sağa dönərkən. Və trayektoriyamız kəsişəcək. Bu zaman biz ona yol verməliyik. Çünki yaşıl həm ona yanır, həm bizə yanır eyni zamanda. Bizim sağımıza düşdüyü üçün biz ona yol veririk. Və eyni zamanda solunda svetofor var, piyada keçsin üçün yaşıl yanacaq. Həm qarşıdan gəlib sağa dönənlər gözləmək lazımdır, həm piyada. Bax, piyadalar gözləsən, gecikmə. Gəl, bax, piyadalar gözləyir. Bax, oradan maşın gəlmir. Gəlsə də görsən, o sağ zolağa doludur. O təbii ki, düşə bilməyəcəkdir bu zolağa, düzdürmü? Düşəcəkdir bizim düşdüyümüz zolağa və bu zaman biz yol azdan qalıb onu gözləməliydik. Aydındır dostum? Aydın. Tamam, əlaçısın.